Bizim hamımızın başı sağ olsun. Bizim üçün maraqlıdır ki, bayramla üstə belə bir kədər düşdü. Bu kədəri biz yaşamalıyıq onsuz da. Mən sizə bəzi məsələlər demək istəyirəm ki, biləsiniz. Bizim qarşımızda yatan bu ana illər öncədən özünün istəyi olub. Mənə vəsiyyəti var. Onun vəsiyyəti ondan ibarətdir ki, mənim üstümdə ərəbcə bir şeylər oxunmasın. Biz ona görə onun vəsiyyətinə əməl edirik. Bu ananın o biri bacısı da İçəri şəhərdə mənə həmin söz demişdi. Bu ana fəal bir ana idi, xəstələnənə qədər çox aktiv idi. Özü də milli yöndən, milli dəyərlərimizin yayılması yöndən işlər görürdü. Harada gəldi söhbət, çəkinmirdi. Kişi kimi bir qadın idi, xarakterli idi. Hər yerdə Azərbaycanın milli dəyərlərindən, milli kimliyindən danışırdı. Və deyirdi ki, mən milli kökənlim var, mən Türkəm. Ancaq o öz milli kökənliyini tarixi keçmişinə, dəyərlərinə bağlı heç kimə qarşı da qoymadı. Azərbaycanda hər cür, hər dildə danışan adamlar var. Hamısına hörmətlə yanaşırdı. Biz də hörmətlə yanaşırıq, sevgi ilə yanaşırıq. Bizim ya bu ananın ərəb xalqından aşağıdan yuxarı qardaşlar heç bir düşmənçiliyi yox. Heç bir qərəzi də yoxdur. Və o da bəşər xalqlarından biridir. Sadəcə olaraq bu ana deyirdi ki, mənim üstümdə yad dildə bir şeylər oxunmasın. Mən onu öz anamın üstündə də dedim. Mənim anam öləndə mən dedim ki, mənim beşimin başında mənim anam layla çalıb. O layla öz dilində çalıb. Öz dilində çalıbdı. Ona görə də onun dili mənim üçün ana dili sayılır. Kutsal dil sayılır. Bu ananın da anası onun beşiği başında öz dilində layla çalıb. O dil onun anasının dili, müqəddəs dili. Biz o dildə söz deyirik, o dildə də bu ölümümüzü ağırlayırıq, torpağa tapşırırıq. Bizim bu anaya sevgimiz, saygımız, hörmətimiz beləcə ifadə olunur. Onun daşıdığı dəyərlərə sevgi, hörmət, onun dilinə sevgi, hörmət, onun istəklərini həyata keçirmək. Mən bir Azərbaycan ziyalısı olaraq özümə borc bilirəm ki, o ananın ləyaqətini uca tutum, onun vəsiyyətini həyata keçirim. Mən özüm borçlu bilirəm ona görə də indi mən buradayım və bu mənim ölümdür. Mənim şəxsi cənazəmdir. Bu, mənim anam nə qədər ki mənim idi, bir o qədər də bu mənimdir. Bu ailə ümumiyyətlə, bu ailə lap başından bəri, çoxdan, illər. Bu ailə mənim yaxınım, əzizimdir, doğmam mənim. Bu gördüyünüz balaca album, bu hələ əldə olan balaca bir şeydir. Bu ananın burada şəkilləri əks olunur. Baxın, bu şəkillər əks olunur. Və indi mən sizə burada görürsünüz, milli tədbirlərdə, toplantılarda olur. Və burada çıxış edir, söz deyir, toplantıda. Burada da yenə çıxış edir, söz deyir, toplantıda. Hər toplantıda söz deyir. Əlində balaca kitabçalar düzəltmişdi özü. Qələmlə, əlinlə yazmışdı. Gözəl də xətti vardı. Yazmışdı, milli dəyərlərimizi əks etdirin balaca kitabçaları. Onu özü yazıb metroda, onun institutların qarşısında gənclərə hədiyyə edir. Gənclərə onu tərbiyə verir, belə deyir. Əslində o hədiyyəni tərbiyə kimi verir. Görürsünüz, bütün bu album, mən hamısını bir göstərmək fikir göstərir. Bu album onun fəaliyyətinin, bizimlə birgə sevgisinin ifadə olunduğu çağlardan biridir. Gördüyünüz bu bayraq Asıl Atanın Mütləq İnam Ocağının bayrağıdır. Və gördüyünüz bu bayraq həmin bayrağın biridir. Bu ana həmin bayrağı öpür. Həmin bayrağı öpür, söz deyir. Nə demək istəyirəm? Beləcə
Beləcə bu ana bizim üçün dediyim kimi belə bir dəyər daşıyan anadır. Bizim ocağımızda, tariximizdə, milli tariximizdə bunun özünə məxsus bir cizgisi olacaq. Çünki o millətin gəlişməsi yolunda, inkişafı yolunda, onun maariflənməsi yolunda özünə məxsus fəaliyyət göstərən bir an oldu. Amma mən istəyirdim bunu sizə deyəm ki, biləsiniz, biz ortadan kimi qaldırırıq. Yəni, sakit sükut qaldırmaq olmaz. Bu deyir, məni ərəb dilində qaldırmır, sakit sükut da qaldırmaq olmaz. Çünki bu haqq etmir onu. Bu ana daha böyüyünü haqq edir, daha çoxunu haqq edir. Nə yazıqlar ki, biz qəflətən bilib, səhər-səhər olub hadisə, mənə 12 işləmiş xəbər verirdi başımız. Mən istəyərdim, çox istəyərdim Azərbaycan ziyalılarını, ayrı-ayrı insanları, bizim dostlarımızı bayram olsa da, mən onları istəyərdim burada görüm. Biz Elmirə xanımın, yəni anamızın bacısı Elmirə xanımın o vaxtlar yasında o cür insanlarımız qatıldılar, çox belə özlərini dedilər, ağırladılar. Biz onu elə hamımız birgə, yəni Azərbaycan hadisəsi kimi biz onu həyata keçirdik. Bu da bir evin hadisəsi sayılır. Mən bunu sizə istəyirəm, bildirəm və istəyirəm, xahiş edəm, bunu ciddiyə alasınız ki, sıradan bir adam bizim hər birimizin, əzizimiz, evimizdə, ailəmizdə, qohumlarımızda ölənlər var. Yaxın vaxtlarda mənim əmim ölüb. O əmim mənim əmimim, mənim ailəmin kimsəsi idi. Onun böyük mənada bir fəmilin, bir nəslin oğluydu. Böyük mənada xalqın deyildi. Çünki o xalq üçün heç bir addım atmamış. Sadə bir kişi idi, sadə bir kəndçi adam idi. Xalq üçün heç bir addım atmamışdı. Özünü xalqa göstərməmişdi mənəvi baxımdan. Beləcə də deyək ki, bir xalqın dəyərlərini tanımamışdı. Ona görə o bir evin, bir ailənin ən yaxşı halda dediyim kimi, ən yaxşı halda dediyim kimi, bir fəmili, bir nəslin oğluydu mənim əmim. Baxmayaraq ki, bir nəslin oldu, onu da el yığıldı, götürdü. İndi biz sizin dediyim kimi, qəflətən hadisəmiz elə oldu ki, biz bunu ellikcə həyata keçirməliydik. Mən elə gəlir ki, biz yenidən özümüz bir ayrı, bəlkə də bir mərasim keçirdik. O insan, ziyalılarımızla, aydınlarımızla, düşüncə insanlarımızla bir yerdə. Mən əmimi çox sevirəm. Amma dediyim ki, mənim əmim xalqın milli varlığında, milli inkişafında yardımcı addım da atmıyor. Bu təbiidir, sadə bir kəndçidir, amma bu atılır. Ona görə deyirəm ki, bu mənim hadisəmdir. Çünki mən bu millətin oğluyam, milləti sevirəm, mənim hadisəmdir. Mənim hadisəm olaraq da hər birimizin hadisəsidir. Və bu, həm də bax, bugünkü gün, milli hadisədir. Bu artıq bu tarixdir, yazılır. Bu tarixə də keçəcək. Mən qəti əminəm ki, bu xalq nə qədər var, onun tarixində gələcək gedir. Tarixin bir səhvəsi. Onu torpağa ağırlayarkən, uğurlayarkən, ona böyük mənada üzümü tutur deyirəm ki, vətən torpağında, millətin sevgisində yat, uyub,